ədədlər. Kompleks sözünü deyin görün mənə nə deməkdir kompleks? Mürəkkəb. Kompleks. Əksinə məncə qısa sadə. Kompleks nədir? Yaxşı, mənə deyin görüm. İdman kompleksindən idman zalının arasında fərq nədir? Kompleks ümumidir də. Daha böyük, sonra? Daha ətraflı. Məncə hər şey yığılsın. İdman kompleksi ilə idman zalının arasında. Vitamin kompleksi ilə vitamin Y, vitamin D arasında fərq nədir? Vitamin Y sadece. Kompleks içində Ümumidir, ümumi. İdman kompleksində üzgüçülük, boks, tenis hamısı var. İdman zalı, karate zalı, boks zalı vesaire birdir. Kompleks ədəd deyəndə onda nə ola bilər kompleks? Nə ədədlər ağlınıza gəlir? Nəyin kompleksidir? Nə düşünürsünüz? Və ilkin anlayış olaraq istəyirəm. Kompleks ədəd, nəyin kompleks ola bilər? Siz deyirsən yazmışam. Nəyin kompleks? Kompleks nədir burada? Kompleks ədəd, misal üçün dedi ki, birləşdirib. Nə birləşdirmişik indi burada biz? Rasyonal. Rasyonal, irrasyonal. Başqa? Xəyali nədir? Kompleks ədəddə oxumusunuz da, eşitmişsiniz. Qulaq asın, kompleks deyəndə birincisi gəlin yadınıza salaq görək. Natural ədədlər çoxluğu hansı hərflə işarə olunurdu? Böyük N hərfi ilə. Bəs kiçik N nə idi? Sayı deyildi. Balaca bir ədədi göstərmək istəyirəmsə, mən balaca N ilə göstərirəm. Bu N daxildir. Natural ədədlər çoxluğu. Bu 1, 5'dir, 3'dür, 15'dir, nədirsə. Bu isə hamısıdır, çoxludur. Aydındır, natural ədədlər çoxluğu. 6-cı sinifdə keçdiniz, tam ədədlər çoxluğu. O necə işarə olundu? Z hərfi ilə. Və burada daxil idi nə? Balaca M. Tam ədədi göstərirdi, balaca M hərfi ilə. Bu da tam ədədlər çoxluğu idi, yəni mənfilər, müsbətlər sıfırda daxil olmaqla. Bu, bəs 7-ci sinifdə rasional ədədlər çoxluğu. Bəs bu irrasional ədədlər çoxluğu. Bəs bunlar birlikdə həqiqi ədədlər çoxluğuna daxil edir. Mən hər dəfə sizə deyirəm, 10-cu sinifə qədər biz tanıdıq həqiqi ədədlər çoxluğunu. Sonra isə bizə lazım oldu xəyali ədəd. Niyə lazım oldu xəyali ədəd? Nədir xəyali ədəd? Nədir kompleks ədəd? Gəlin ona baxaq. Bir çox hesablamalar siz fikir verməsəniz də, yəni bu yaradılışlar, dünyada olanlar, hansı kvadrat tənliklərin vasitəsilə hesablamalar aparılıb, ərsəyə gəliblər. Mesela burada gördüyünüz demək olar ki, çox şey, hamısı Pifagor teoremi, kvadratlar tənliyin. Kvadrat tənlik də o deməkdir ki, mən kvadrat tənliyi hesabladıqdan sonra köklər alıram. Bu kökləri hesablamaq üçün də bilirdiniz düsturları. Mənfi B kök altında D bölünsün 2A. Düzdürmü? Bu indi burada çıxması olanı da var. X1, X2 verir. Hər dəfə bizə nə lazım idi? Diskriminant kök altında. Və biz hesabladığımız zaman diskriminantı mənfi alanda nə deyirdik cavab olaraq? Həqiqi kökü yoxdur. Və qalırdı bütün hesablamalar, alimlərin bütün hesablamaları yarımçıq qalırdı. Ki bizə mütləq verilən ədəd müsbət ədəd olmalıydı ki, biz ondan kvadrat kök ala bilək. Aydındır? Amma gəlir, vaxt başına çatır, görürlər ki, hər şey yarımçıq qalır, davam elətdirə bilmirlər. Ona görə xəyalən bir ədəd götürürlər. Ədədlərin də hamısı istifadə olunub deyənə, bu ədədi, xəyali ədədi hərif götürürlər. Yəni bir i hərfi götürürlər ki, onun kvadratına mənfi 1 deyirlər. Ki bəsdir də bizim işimiz yarımçıq qaldı. Bir dənə özümüzdən uyduraq bir ədəd ki, onun kvadratı mənfi versin. Başa düşdük və bizim xəyali ədədimiz oradan ortaya çıxır. Və bu zaman, misal üçün biz diskriminantı hesablayıb mənfi 36 almışıqsa, hesablamamız yarımçıq qalırdı. Amma gəlib davam elətdirəndə biz B, misal üçün 1'i tapırıq, olsun 7, üstə gəl, kök altında mənfi 36, bölünsün 2, tutaq ki A'mız da 1'dir. Burada dayanmırlar artıq. Niyə? Biz ilk kvadratdan mənfi 1 demişik deyənə, mənfi kök altında 36'nı, baxın necə yazıblar, mənfi 1 vurulsun 36, düzdür? Mənfi 36 verir də bu. Mənfi 1 vurulsun 36, mənfi 1'in yerinə yazıblar i kvadrat. Və kökdən çıxıb 6i.
Ona göre de 10. 11. sınıfta rasyonel kökler dersinde deyir ki kompleks ədədlər kvadrat tənliyin, diskriminantı sıfırdan kiçik olan kvadrat tənliyin kompleks ədədlər çoxluğundan götürülmüş iki kökü var və onlar qoşmadılar. Yəni bu tənliyin kökləri olacaq, alacaq və onlar qoşma olacaq. Biri üstəgəli ilə, biri çıxması ilə. Çünki kök altından eyni ifadə çıxacaq. Başa düşdünüz? Qoşma nədir? Ora geri qayıdacağım, izah eləyəcəm. Sadəcə xəyali ədədin nədən yaranması, niyə lazım olduğunu başa düşdük. Hansı oldu? İ. Yəni o elə bir xəyali ədəddir ki, onun kvadratı mənfi 1'ə bərabər olur. İndi gəlin başlayaq i'dən. Sonra gedək kompleks ədədin ölçüsü verəcək i'ni. I üstü 2 bizə verəcək mənfi i'ni. O üzr istəyirəm. Mənfi 1'i. I üstü 3 natural üstü qüvvətdən bilirsiniz. I kvadrat vurulsun i deməkdir də, düzdür, üstlər toplanır əsaslar eyni olduqda. I kvadrat nə idi? Mənfi 1. Vuranda nə verəcək? Mənfi i'ni. I üstü 4 də i kvadratının kvadratı deyə bilərik, yenə natural üstü qüvvətdən. I kvadratı nə idi? Mənfi 1. Mənfi 1'in də kvadratı nə olacaq bizdə? Müsbət 1. Onda belə başa düşdük ki, i üstü 1 idi. I kvadratı mənfi 1'dir. I kubu mənfi i'dir. I üstü 4. Müsbət 1. Əzbərləyəcəyiniz hissə buradır. İmtihanda çox rahat suallar düşür kompleks ədədlərdən və sadə bir sual düşə bilər sizə. I üstü 123 nəyə bərabərdir? Çox rahatlıqla da düşə bilər, rahat bir sualdır. İndi nə edirik, nəyə diqqət edirsiniz? 7-ci sinifdə ədədin sonuncu rəqəminin tapılması qaydası var idi, yadınızdadsa əgər. 7-ci sinifdə verilirdi ki, bu ədədin sonuncu rəqəmi nədir? Bax, bu da elə bir o tipdədir. Qalıqdan qüvvətə yüksəltmə yadınıza salın. Orada sonuncu rəqəmi tapanda qalıqdan qüvvətə yüksəltmə var idi. Biz sizlə məktəbdə danışmışıq, siz də unutmuşsunuz. Baxın, i üstü 5'i tapaq gəlin. I üstü 5 artıq i üstü 4 vur i demək deyildi. I üstü 4'ü 1 almışdıq. i'yə də vuranda alındı i. I üstü 6'ya baxaq. I üstü 4 vurulsun i kvadratıdır mı? Bu 1, bu da mənfi 1. Elədiyi mənfi 1. Davam mənfi 1. Alınacaq mənfi i. Alınacaq 1. Deməli 4 dənədən 1 təkrarlanacaq yenə i, mənfi 1, mənfi i, bunlar alınacaq. 4 dənədən 1 təkrar olduğu üçün üstündə böyük ədəd verəndə biz o 4'ə böləcəyik, qalıqdan qüvvətə yüksəldəcəyik. Aydın oldu. 123'ü böləcəyik 4'ə, qalıq qalacaq 3. Deməli, mən i üstü 123'ü yox, i üstü nəyə axtarıram? I üstü 3 axtarıram və i üstü 3 mənə nə verir? Mənfi i'ni. Vəssalam. Bu sizin imtihana düşəcək suallarınızdan biriydi. Xəyali ədədlə bağlı bir sual. İndi kompleks ədəddə xəyali, həqiqi, buranı əzbərləyirsiniz. Amma onsuz da işlətdikcə yadınızda qalacaq. İndi kompleks ədəddə xəyali hissə, həqiqi hissə, bunlar nədir? Ona baxaq. Kompleks ədəd, uşaqlar, Z. Tam ədədin zəti deyil ha bu. Tam ədədin zəti çoxluqdur, böyük hərfdir. Bu kiçik zət bərabərdir. Kompleks ədədin işarəsi A üstə gəl B i. Bu digər ədədlərdən fərqlənir. Onlarda mənfi 5, müsbət 3, 2'də 1, 4'də 5 belədir. Burada isə iki ədliyə bənzəyir. Belə bir iki ədlidir. Bunun həqiqi hissəsi var və xəyali hissəsi. I olan hissə xəyali hissədir. A isə bunda ədədlər olacaq. İndi deyəcəm onları. Həqiqi hissə real z kimi göstərilir. Xəyali hissə mz kimi göstərilir. Yəni ola bilsin ki, imtihanda sizə kompleks ədəd verilsin. 3 üstə gəl 2i. Və sizə desin ki, real z vurulsun mz tap. Yəni 3-2'ye vur demək istəyir. Başa düşdünüz? Yəni siz oxumalısınız da, bunun oxunuşunu da bilməlisiniz. Həqiqi hissəni göstərir, bu da xəyali hissəni göstərir. Buranı da başa düşdükmü? Nümunə olaraq indi yaxşı. Baxaq, kompleks ədəd hər zaman həqiqi və xəyali hissədən ibarət olurmu? Yoxsa z bərabərdir. 3 yazsaq bu da kompleks ədəddirmi? Bəli. Z bərabərdir 2i. Bəli. Z bərabərdir 0. Bəli.
A da 0 olar, B de 0 olar. Bu kompleks ədəddir. Xəyali, həqiqi hissəsi var da, ikisi də 0'dır. Həm xəyali hissəsi 0'dır, həm həqiqi hissəsi 0'dır. Aydındır. Burada isə həqiqi var, xəyali yoxdur. Həqiqi 3'dür, yəni yazacaqsınız A3, B0. Burada nə yazacaq? A0, B2. Aydın oldu. Müəyyənləşdirə bildiyi əmsalları A ilə B-ni necə götürürük? Həqiqi hissənin əmsalı, xəyali hissənin əmsalı sayılır bunlar. A-nı B-ni necə götürürük? Ona uyğun da bir-iki dənə tapşırıqlar var ki, hansı ki imtahana sual belə də düşə bilər. Deyəcək ki, A, Z-i vermişəm sənə. Bunu tap. Bəs bu nədir? Qoşma. Bəli, qoşması, Z üstü. Qoşma nə idi uşaqlar? Harada eşitmisiniz qoşmanın adını, sözünü? Zəhra harada eşitmisən indiyə kimi qoşma? Qoşmasına vuruldu. Hə, nəyin qoşmasını bilirdin indiyə kimi? İrrasional ədədin, düzdür? Məxrəci irrasionallıqdan azad edəndə deyirdik ki, qoşmasına vururuq. Bir də müxtəsər vurma düsturundan istifadə edib vururuq. Hansı müxtəsər vurma düsturu idi o? A kvadratı çıx B kvadratı. A kvadratı çıx B kvadratı. A kvadrat çıx B kvadrat bizə nə verirdi? A çıx B, A üstə gəl. Bax bunlara deyirdik qoşma. Yəni kök altında 2 üstə gəl 3'ü qoşmasına vurmaq, kök altında 2 çıx 3'ü vurmaq deməkdir. Və ya bunu buna vurmaq deməkdir. Bunun qoşması bu, bunun qoşması budur. Düzdür? Ona görə də Z üstü xətt kompleks ədədin qoşmasıdır. Və bu necə olacaq? Z üstü xətt bərabərdir. Nə yazacağam ona? Nə yazacağım? Mənfi. A çıx B. Bəli, A çıx B-i yazacağım. Qoşması olacaq A çıx B. Başa düşdünüz Z üstü xətt nədir? Tutaq ki, mənə belə bir ədəd verilib. Z bərabərdir 2 çıx I. Birincisi mənim üçün burada müəyyən eləyin A-nı B-ni zəhmət olmasa. Bu kompleks ədədin A-sı 2, B mənfi 1. Baxın, bizim kompleks ədədimiz nəyələndir? Üstə gəl B idi. Burada çıxdısa, B-də 1'dir. 0 olsa I olmayacaq. Yaxşı? Bu olmayanda artıq deyirik B0 var axı. Tənliyin, misal üçün, x kvadratı üstə gəl x çıx 2. Burada B var axı, 1'dir də. Bu olmasa deyərəm ki, B'si yoxdur, A'sı var, S'si var. Eyni ifadə kimidir də bu da. B'si mənfi 1'dir. Aydın oldu. Onda bunun qoşmasını yaz desəm, mən üstə gəl, 2 üstə gəl, I yazacağım qoşmanı. Yaxşı. İndi modul Z. Modul nə idi? Mütləq qiyməti. Z-in mütləq qiymətini tapmaq nə deməkdir? Modul Z bərabərdir. Kök altında A kvadrat üstə gəl B kvadrat. A-nı B-ni müəyyən eləyə bildik. Vəssalam. İmtihandasınız. Kompleks ədədi verib sizə modul Z-i tap deyir. Yəni çox sadə suallar düşür. Hər zaman dediyim kimi aşağı siniflərdən çətin, yuxarı siniflərdən asad düşür. Fırlama cisimlərindən deyəcək kürəyin həcmini tap. Tutaq ki, kompleks ədəddən bunu deyəcək. Blokda törəməsini tap, bucaq əmsalını tap. Yəni o dərslərdən asad bir şeylər düşür. Siz aşağı siniflərdən narahat olun. Bunların bir dənə nəzəriyyəsini bilsəz sizə kifayətdir. Aydındır. Modumu. Deməli imtihandasınız. Sizdən nə soruşa bilər? Real hissəsindən xəyali hissəsini müqayisə ilə vur deyər, topla deyər. Bildiniz necə götürəcəksiniz onları. Sonra sizdən deyəcək qoşmasını tap. Qoşmasını bildiniz necə. Və ya bu sualı verəcək sizə imtahanda. İmtahanda və sınavlarda. Nə deməkdir bu? Qoşmasına vur. Qoşmasına vurun. Şifahi cavabı budur uşaqlar. Niyə? Sizcə niyə? Ona görə ki, məsələn, kompleks ədədi vermişəm 2 üstə gəl 3'i. Qoşması nə oldu bunu? 2 çıx 3'i. Gəlin indi bunları bir-birinə vuraq. 2 üstə gəl yox. 2 üstə gəl 3 ilə 2 çıx 3 ilə vursaq bir-birinə. Müxtəsər vurma düsturu. 2'nin kvadratı çıx 3'nin kvadratı verəcək. Düzdürmü? Bu da mənə 4 çıxılsın. 3'ün kvadratı 9, I kvadratı nə idi bəs? Mənfi 1. Ona görə də 4 üstə gəl 9 olacaq. Başa düşdünüz? Heç vaxt çalışmayın bunu belə açarsınız, çaşarsınız. Əzbər yadınızda saxlayın ki, kvadratlar cəmidir. Niyə cəm oldu? I kvadratı mənfi olduğu üçün
müsbət oldu bu. Başa düşdünüz? Deməli, qoşmasından hasilini soruşsa nə yazacaqsınız? A kvadrat üstəyə B kvadratı necə götürəcəyinizi də bildiniz. Bir də qaldı bizdə kompleks ədədlər üzərində əməllər. Nə soruşacaq? Qoşmasına vur, qoşması nədir? Mütləq qiyməti nədir? Bildiniz. Yəni, kompleks ədədlər üzərində əməllər. Z1-i versə mənə A üstə gəl B-i, Z2-ni versə C üstə gəl D-i və desə ki, Z1 üstə gəl, Z2-ni tap. Yadınızda qalsın, üstə gəli də çıxması da həqiqi ilə həqiqi, xəyali ilə xəyali. Bir də bərabər, qoy bunu da deyim, bərabər kompleks ədəd. Z1-in Z2-yə bərabər olması üçün həqiqisinin həqiqiyə, xəyalisinin də xəyaliyə bərabər olması lazımdır. İndi sizə imtihanda belə ya da ki test kitabı gəlib işləyəcəksiniz. Belə rahat verməyəcək də orada. Orada necə mürəkkəb tənliklər verir, siz mötərizələri açırsınız, bir yerə yığırsınız, x üçün a əmsalı düzəldirsiniz. Burada da eyni şey olacaq. O yan bu yana yığacaqsınız. Həqiqi hissə və xəyali hissə düzəldəcəksiniz. Sonra həqiqisi həqiqisinə, xəyalisi xəyalisinə bərabər olacaq. Yəni orada artıq biraz başınızı işlətməli olacaqsınız da. Toplayanda nə edəcəksən? Aynen sayını və ya çıxanda üstə gəl, bu aradakı üstə gəl sizi şaşdırmasın. Bu bunların üstə gəlidir, kompleks ədəddir yəni. İndi B üstə gəldi və ya çıxdısa çıx. Bu çıxı götürüb bura yazmayın, orada diqqətli olun. Bu həqiqi ilə xəyalinin arasındakı üstə gəldi. Mötərizə bağlansın, i. Aydın oldu. Məsələn, sizə verib Z1 bərabərdir 2i, Z2 də bərabərdir 3, çıx 5i. Topla deyir bunları. Toplayanda nə olacaq? Nə olacaq cavab? 3 çıxılsın 2. 3 çıxılsın 3-i. Bəli, 3 çıxılsın 3-i. Həqiqisindən həqiqisini 3 ilə 0'dır da. Bunun yoxdur, düzdür. Xəyalisindən mənfi 5 ilə də 2'nin toplanı mənfi 3. Oldu. Başa düşürük. Bu getdi. Vurması da asandır. Vurması 2 ədlən 2 ədliyə necə vururuqsa elə 2'yə necə vuracaq? A üstə gəl B-ini, C üstə gəl D-yə vururuq. Və salam. 2 ədlənə 2 ədliyə necə salamlaşma deyirdim. A gəldi C'yə salam verdi. Sonra gəldi D-yə. 2 ədləni. Çox ədləni bir hədli keçmişik sizdən. Yox, 7-ci sinifin dərsidir. O qalıb sizdən. Mən 7'lərə başa salanım, aşağı siniflərə belə başa salarım. Bu bir ailədir, evdir. Bu da bir evdir. Bunlara qonaq gəlir. Bu evin böyüyü, bu evin böyüyü ilə görüşür birinci. Sonra böyü balacaya salam verir. Sonra bu gələn qonaqların kiçiyi evin böyüyünə, sonra da kiçiyinə salam verir. Yəni belə salamlaşırlar. A-S'yə A-S, sonra A-D-İ'yə A-D-İ, sonra B-S-İ'yə B-S-İ, İ həmişə sonda yazılır da, X kimi, Y kimi, aydındır, bu üstlər ədəddir. B-İ, B-D-İ kvadrat və burada diqqət. Sonda i kvadrat və harada i kvadrat gördük yerinə nə yazacağıq? Mənfi 1, bu çevrilib ədəd olacaq. Bu da bir ədəd olacaq. Bunları bir hesablayacaq. Tez bir deyim. Misal üçün Z1'ə bir deyək 2 üstə gəl i. Z2'yə də deyək 5 çıx 2i. Gəl indi bunları vuraq bir-birinə. 2 üstə gəl i. 5 çıxılsın 2i. 2'ni 5'ə 10. 2'ni 2'ye çıx 4'i. Üste gel 5'i. Üste çıx. Buranda çıx 2i kvadrat. Tələsməyin. Burada i kvadratdan çıxmağa tələsməyin. O sizin 1 saniyə vaxtınızı alacaq. Amma tələsməyin. Belə yazın. Sonra çevirərsiniz. I kvadratın yerinə mənfi 1 yazarsınız. Birbaşa eləməyə tələsməyin. Diqqətsizlik eləyib bir də misalı təzədən yazmağa məcbur olarsınız. Ona görə də elə diqqətlə yavaş-yavaş yazın. Bu onsuz da kompleks ədədə aid sualı görəndə onsuz da sevinəcəksiniz ki, bir sualınız yazdınız. Orada səhv eləyən uşaqlar bilsiniz harada səhv eləyir. Bayaqki A kvadratı üstə ya B kvadratı var ha. 13 yazmırlar da orada səhv müxtəsər kimi eləyirlər deyənə çıxırlar. Ona görə sizə deyirəm ki, A kvadratı üstə ya B kvadratı kimi əzbərləyin artıq onu ki, orada qoşmasına vurmaq sizi çaşdırmasın. Səhvi uzaqbaşı orada eləyirlər. Başqa heç bir yerdə burada səhv olunur. Hamı bunu normal yazır. 5i'dən 4i çıxanda i qaldı. Bunlar getdi. İndi
10 çıx 2i kvadratı mənfi 2i verirdi. Oldu üstəgəl. 12, burada da müsbət idi. Oldu 12 üstəgəl i. Kompleks ədədin hasili də kompleks ədəd verdi. Dayan. İndi sonuncu qaldı. Sonuncu qaldı bizdə bölməsi. Bölmədə qoşma girəcək ortalığa. Bölmə bir dənə fərqlidir. Z1-i Z2-yə bölən zaman məxrəc qoşmasına vurulur. Necə ki, irrasionallıqdan azad edirdik məxrəci. Burada da həmən şey eləyirik. Yəni Z1 A üstəgəl B i-ni bölmək istəyirəmsə S üstəgəl D i-yə məxrəci və sürəti təbii ki qoşmaya vuracam. Aydın oldu? Tutaq ki, nümunə deyək. Yenə 2 üstəgəl 5 i-ni bölmək istəyirəm. 1 çıxılsın 3 i-yə. 2 üstəgəl 5 i 1 çıx 3 i. Məxrəcin qoşmasına vuracam. 1 üstəgəl 3 i-yə. Məxrəci də, sürəti də vuracam. 1 üstəgəl 3 i-yə və artıq hesaplamanı özünüz yerinə. Burada nə vuran deyin? Diqqətlə. Bir çıxılsın. Bir üstə gəlsin 9 il. Birin kvadratı. Cavab 10. Bunun kvadratı, bəli, bunun kvadratı. Vso, çıxmanı çıxar dağlığından. Qoşmaya vuranda A-nın kvadratı, B-nin kvadratı. Toplama. Çıxma səni çaşdıracaq. Səhv eləyərsən orada. Elə vəssalam 10. Bunu 9, bu da 1. 10 elədi. Orada çaşmayın. Yaxşı, bu qədər və